Və sənin də vurğuladığın kimi səhər saatlarından etibarən kəsim, eləcə də satış məntəqələrindəyik və burada müşahidələrimizi aparıq və müşahidələrində də eləcə də kadrlardan da göründüyü kimi alıcı sayında olduqca sıxlıq var və tələbat çoxdur. Bu istiqamətdə hər kəs sırayla yaxınlaşırlar, qiymətləri öyrənirlər və istədikləri qurbanlıq qoyunları seçirlər və seçimdən sonra isə artıq onun qurulmuş çadırların içərisində kəsmə həyata keçirilir ki, həm təhlükəsizliyin, həm də infeksiyanın yayılmaması üçün tam səliqəli formada bu proses həyata keçirilsin və qeyd eləmək istəyirəm ki, bura gətirilən heyvanlar əsasən bölgələrdən gətirilmiş heyvanlardır ki, bunlar da Bərdədən, Beyləqandan gətirilmiş heyvanlardır və qiymətləri ilə də bağlı biz satıcılarla müsahibəmiz oldu, daha doğrusu diyaloqumuz oldu və həmin diyaloq arasında qiymətləri də soruşduq. Diri formada alış zamanı minimum kilosu 10 manatdan başlayır, ancaq kəsildikdən sonra təmizlənmiş formada ətin kilosu isə 20 manatdan başlayır və bu çadırın içərisində də kəsim prosesi həyata keçirilir və bununla yanaşı istərdim ki, daha detallı formada informasiyaları Rəşad Mehdiyev yanımdadır, Akdinin şöbə müdürü və suallarımızı daha detallı formada ona ünvanlayaq. Hər vaxtınız xeyir olsun Rəşad bəy və bayramınız da mübarək olsun. Səhər saatlarından etibarən siz də bizimləsiz. Ümumiyyətlə proses necə həyata keçirilir? Buyurun sizdən eşidək. Təşəkkür edirəm Ayda xanım. Mən də öz növbəmdə həm sizə həm də bizi izləyənləri Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Sizin də qeyd etdiyiniz kimi ölkə üzrə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması məqsədi ilə 135 ünvanda qurbanlıq heyvanların kəsimi və satışı xidmətləri bu il vətəndaşlarımıza təqdim olunub. Səhər saat 8-dən axşam saat 8-ə qədər vətəndaşlarımız rahatlıqla həmin ünvanlara yaxınlaşaraq xidmətlərdən yararlana bilərlər. Bu ünvanlarla tanış olmaq üçün isə agentliyin afsa.gov.az rəsmi saytına daxil olmaları kifayətdir. Bununla yanaşı Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırmaqla müxtəlif bölgələrdə müvəqqəti kəsim çadırları quraşdırılıb. Biz də hazırda Yasamal rayonu ərazisində quraşdırılan həmin kəsim çadırlarından birinin ərazisindəyik. Bu kəsim çadırlarına Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları təhkim olunub ki, həmin laboratoriyalarda da qida təhlükəsizliyi, heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin olunması üçün hər cür şəraitlə tam təchiz olunub. Burada prosesi qısaca izah etsək necə olur? Vətəndaş daxil olur, öz heyvanını seçir, daha sonra kəsimə yönləndirilir. Bu zaman baytar müfəttiş tərəfindən ilkin bir baxış keçirilir. Kəsim yekunlaşdıqdan sonra onun doğranması, soyulması prosesi qəssablar tərəfindən icra olunur. Burada agentliyin baytar müfəttişində hər hansısa heyvanın sağlamlığı ilə bağlı şübhə yaranarsa, onun daxili orqanlarından nümunələr götürülərək həmin qarşısında olduğumuz Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyasına təqdim olunur. Onu da qeyd etmək yerinə düşər ki, bu il ilk dəfə olaraq Cəbrayılda da bu tip səyyar kəsim çadırı quraşdırılıb və Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası o ünvana da təhkim olunub.